Salam şagirdlər, bugün fizika qəbul sınağı 2 suallarının izahına baxacağıq. İlk sualımıza baxaq. Kütləsi 200 qram olan cismin hərəkətlənliyi x bərabər 2t kvadratı şəklindədir. Hərəkətə başlayandan 2 saniyə sonra cismin kinetik enerjisi nə qədər olar? Biz bilirik ki, sürət koordinatın zamana görə birinci tərtib törəməsinə bərabərdir. Yəni 2t kvadratının törəməsini tapsaq 4t və zamanın qiyməti 2 saniyə, 4 vur 2 bərabərdir 8. Kinetik enerjisini soruşduğu üçün y kinetik bərabər mv kvadrat böl 2. Kütlə 200 qramdır. Bunu kiloqrama çevirsək 0,2 vur 8'in kvadratı böl 2. 0,2 vur 64 böl 2. Bu da 6,4 joule olar. 32-ci sualda düz xətlə hərəkət edən cismin koordinatının zamandan asılılıq qrafiki verilib. Cismin kütləsi 8 kiloqram olarsa, onun kinetik enerjisini hesablayın. V bərabərdir x çıxılsın x0 böl t. Burada başlanğıc koordinat 6, son koordinat 18. Demək 18 çıxılsın 6 böl 4. 12 böl 4 bu deyir 3. Y kinetik bərabər mv kvadrat böl 2. Kütlə 8 vur 3'ün kvadratı böl 2. 8 vur 9 böl 2. Bu da 36 joule olar. Doğru cavab A variantı. 33-cü sualda sərbəst düşən cismin potensial enerjisi 2 metr yolda 80 jouldan 50 joula qədər azalarsa, ona təsir edən ağırlıq qüvvəsini hesablayın. Delta Y potensial bərabər F ağırlıq vurulmuş H şəklində yaza bilərik. 80 jouldan 50 joula qədər azalıb, deməli 30 bərabər F ağırlıq vur H-da 2. Buradan F ağırlıq bərabər 15 Newton tapmış oluruq. Doğru cavab D variantı. 34-cü sualda şəkildə cismə təsir edən qüvvənin proyeksiyasının koordinatdan asılı qrafiki verilmişdir. 6 metr yolda görülən işi hesablayın. Bizdən işi soruşur. A bərabərdir F vur X. Bizim axtardığımız kəmiyyət qrafikdə olan kəmiyyətlərin hansına bərabərdir? Deməli biz fiqurun sahəsini hesablamalıyıq. Fiqurumuz da bu şəkildədir. Deməli A bərabər 4 vur 6 böl 2. Bu da 12 joule olar. Doğru cavab B variantı. 35-ci sualda taxta üzərindəki tircik dinamometrin köməyi ilə üfüqi istiqamətdə dartılır. Tircik sükunətdə qalan halda. Əgər tircik sükunətdə qalıbsa, dinamometrin göstərişi sükunət sürtünmə qüvvəsinin moduluna bərabərdir. 36-cı sualda cismin impulsunun zamandan asılı qrafikinə görə cismə təsir edən qüvvənin modulunu hesablayın. F bərabər delta P bölünmüş T'yə. O da 40 çıxılsın 10 bölünmüş 10'a. 30 böl 10 da 3 Newton olar. Doğru cavab A variantı. 37-ci sualda verilmiş maddələrdən hazırlanmış iki cismin toxunan səthlər arasındakı sürüşmə sürtünmə əmsalının kütlədən asılı qrafiki hansıdır? Mü kütlədən asılı deyil. 38-ci sualda bərk cismin sıxlığını təyin etmək üçün hansı cihazlardan istifadə etmək olar? Rho bərabər M bölü V. Kütləni ölçmək üçün tərəzi. Həcmi ölçmək üçün menzurka lazımdır. Yəni 2 və 4. Doğru cavab B variantı olar. 39-cu sualda M2 bərabər 8 kiloqram kütləli yükü hansı nöqtədən asmaq lazımdır ki, çubuq tarazlıqda qalsın? Demək, lingin tarazlıq şərtini yazsaq, F1 L1 bərabər F2 L2. Bu şəkildə yaza bilərik. Deməli, 6 kiloqramlıq kütləli cisimdən dayağa qədər olan məsafə 1, 2, 3, 4 bölgüdür. Deməli, yaza bilərik 6 vurulsun 4 bərabər 8 vurulsun L2. Buradan hesablasaq L2 bərabər 3 almış olarıq. Demək, dayaqdan 3 bölgü sayacağıq. 1, 2, 3. Deməli,
B nöqtəsinə düşmüş olacaqdır. Doğru cavab D variantı. 40-cı sualda cismin çeviri üzrə bərabər sürətli hərəkətində mərkəzi qaçma təcilinin çevirən radiusunun asılılıq diaqramı verilmişdir. Hansı nöqtə bucaq sürətinin ən kiçik qiymətinə uyğun gəlir? Təcilin düsturunu qeyd eləsək, A bərabər omega kvadratı R-ə. Bizdən omeganı soruşur. Demək, omega kvadratı bərabər A böl R. Omeganın ən kiçik qiymətini soruşduğu üçün A-nın kiçik, R-in böyük qiymətini götürməliyik. A-nın kiçik qiymətini çəkdiyimiz zaman bu şəkildə çəkirik. R-in böyük qiymətini götürdüyümüz zaman bu şəkildə çəkmiş oluruq və kəsişməsi 5 nöqtəsinə düşür. Deməli, doğru cavab D variantı olar. 41-ci sualda sükunət halına, yəni başlanğıc sürəti 0-dır. 0,1 metr/saniyə kvadrat təcillə düz xətli hərəkətə başlayan cisim 6 saniyə ərzində getdiyi yolu hesablayın. S bərabərdir AT kvadrat böl 2, 0,1 vur 36 böl 2. Bu da 0,1 vur 18, bu da 1,8 metr olar. Doğru cavab C variantı olar. 42-ci sualda kütləsi 5 kiloqram olan cismin üfüqi səth üzərində düz xətli bərabər sürətlə hərəkət etdiyini bilərək ona təsir edən sürtünmə qüvvəsini hesablayın. F sürtünmə bərabər mü m j, sürtünmə əmsalı 0,2, kütlə 5, j-nin də qiyməti 10-dur. Bu da 10 Newton olar. Doğru cavab A variantı olar. 43-cü sualda link və mail müstəvi üçün uyğun ifadələri Euler-Venn diaqramında müəyyən edin. Sadə mexanizmdir. 1. Hər ikisinə aiddir. İşdə qazanc vermir. Heç bir sadə mexanizm işdə qazanc vermir. 2 də ortaqdır. Tərpənməz dayaq ətrafında fırlanan bərk cisimdir. Bu linkə aiddir. Uzunluğunun hündürlüyünə nisbət dəfə qüvvədə qazanc verir. Bu mail müstəviyə aiddir. Böyük qolunun kiçik qoluna nisbət dəfə qüvvədə qazanc verir. Bu da linkə aiddir. 3, 5, 1, 2, 4. Doğru cavab B variantı olar. Maddi nöqtə radiusu 2 metr olan çevrə üzrə 6 metr/saniyə sürətlə hərəkət edir. Onun dövr etmə periyodunu hesablayın. T bərabərdir 2 pi r bölünmüş v. 2 vur pi-nin qiyməti 3. R 2, sürət də 6. Bu da 2 saniyə olar. Doğru cavab B variantı olar. Cismə qarşılıqlı perpendikulyar istiqamətdə yönəlmiş iki qüvvə təsir edir. Bu cismin təcili hansı istiqamətdə yönəlir? Cisimlər bir-birinə perpendikulyar yönəldiyi üçün əvəzləyici qüvvəni tapdığımız zaman bu şəkildə çəkə bilərik. Və təcil də qüvvə istiqamətində yönəldiyi üçün deməli təcilin də istiqamətini bu şəkildə götürə bilərik. 45-də A variantı olar. 46-cı sualda qatarın sürəti 10 saniyə müddətində 20 metr/saniyədən 15 metr/saniyəyə qədər azalmışdır. Onun sürətinin proyeksiyasının zamandan asılılıq tənliyi hansıdır? Deməli, bu cisim bərabər yavaşlayan hərəkət eləyəcəkdir. Ona görə Vx bərabər V0 çıxılsın AT şəklində olacaqdır hərəkət tənliyi. Təcilin qiymətini hesablasaq, A bərabər V çıx V0 böl T. Sürəti 20-dən 15-ə azalıb. Yəni 15 çıx 20 böl 10. 15-dən 20 çıxanda mənfi 5 böl 10. Bu da mənfi 0,5 olacaqdır. Və başlanğıc sürəti 20-dir. Deməli, Vx bərabər 20 çıx 0,5 T olar. Yayın sərtliğinin vahidi hansıdır? K bərabər F bölünmüş X-dir. Newton bölünmüş metr. Doğru cavab B variantı olar. 48-ci sualda hansı qrafik qüvvə momentinin qüvvənin qolundan asılılığını ifadə edir? M bərabər F vurulmuş D. Əgər qüvvə sabitdirsə, M D-dən
düz mütənsib şəklində asılı olar. 48 C variantı olar. 49-cu sualda tərpənməz O nöqtəsindən keçən ox ətrafında fırlana bilən lingə F1 bərabər F2 qüvvələri tətbiq olunmuşdur. Bu zaman ling. Demək F1 bərabər F2 şərti. Demək bu qüvvələrin O nöqtəsindən olan məsafəsinə baxacağıq. F2-nin qolu 2 damadır. F1'in qolu 3 damadır. F1'in qolu daha böyük olduğu üçün deməli saat əqrəbi hərəkəti istiqamətində dönər. Yəni 49-da doğru cavab E variantı olar. 50-ci sualda ədədi qiymətcə vahid zamanda cismin impulsunun dəyişməsinə bərabər olan kəmiyyət F bərabər delta P bölünmüş T-yə. Deməli bu qüvvə olacaqdır. 50-ci sual A variantı olar. 51-ci sualda hansı qrafik verilmiş yayın potensial enerjisinin onun uzanmasına asılılığını əks etdirir? Y potensial bərabər kx kvadrat böl 2. Deməli k sabitdir. Demək x-in kvadratı ilə mütənasib olacaqdır. A variantı olar. Yerdəyişmə istiqamətində təsir edən 8 Newton qüvvə nə qədər yolda 32 joule iş görər? A bərabər F vur S, 32 bərabər 8 vur S, S də bərabərdir 4 metr olar. Doğru cavab A variantı olar. Üçüncü sualda yüklər sistemi sürtünməsi hərəkət edir. Hansı ifadələr doğrudur? Deməli, sistemin təcili və ipin gəlmə qüvvəsini hesablamaq lazımdır. A bərabər M2 çıx M1 böl M2 plus M1 vur J. Düsturu ilə hesablaya bilərik. 6 çıx 4 böl 6 plus 4 vurulsun 10'a. Bu da 2 metr böl saniyə kvadratı olar. Gərilmə qüvvəsini soruşduğu üçün F gərilmə bərabər 2 M1 M2 böl M1 plus M2 vurulsun J olar. O da bərabər 2 vur M1 4 vur 2 vurulsun 4 vurulsun 6 4 plus 6 vur 4 plus 6 vurulsun 10'a. 2 4'ün 8 8 6'nın 48 48 Newton olar. Deməli sistemin təcili 2, ipin gərilmə qüvvəsi 48 Newton. 2 və 4 olar. 54-cü sualda açar sözlərdən istifadə etməklə mətni tamamlayın. Deməli işin işarəsi cismə tətbiq olunan əvəzləyici qüvvə təsir istiqamətindən asılıdır. Deməli 1 olar. Əgər cismə təsir edən qüvvə ilə yerdəyişmə arasındakı bucaq bu olarsa iş müsbət. Deməli 0 dərəcə ilə 90 dərəcə arasında olarsa deməli iş müsbət. 90 dərəcə ilə 180 dərəcə arasında olduğu zaman iş mənfi. Deməli 90 dərəcə ilə 180 dərəcə olarsa iş mənfi. Deməli 3. Əgər 90 dərəcə olarsa 0-a bərabər olur 4. Deməli yeniliyini xarakteriz edən kəmiyyət görülən işin yeniliyini xarakteriz edən kəmiyyət güc adlanır. Bir də yenidən baxsaq, deməli işin işarəsi cismə tətbiq olunan əvəzləyici qüvvənin təsir istiqamətindən asılıdır. Əgər cismə təsir edən qüvvə ilə yerdəyişmə arasındakı qalan bucaq 0 dərəcə ilə 90 dərəcə arasında olarsa iş müsbət, 90 dərəcə ilə 180 dərəcə arasında olarsa iş mənfi, 90 dərəcə olarsa 0-a bərabər olur. Görülən işin
yeniliyini xarakteriz edən kəmiyyət güc adlanır. Bu şəkildə qeyd etmək olar. 1, 2, 3, 4, 6, 5. 55-ci sualda yaydan 200 qram yük asdıqda 4 mm uzanarsa yayın sərtliyini hesablayın. Deməli M vur J bərabər K vur X sərtliyi soruşur. Bizdən K-nı buradan tapsaq MJ böl X olar. Deməli qiymətlərin yerinə yazsaq 200 qramdır. Bunu çevirsək 0,2. J-nin qiyməti 10. X-in qiyməti 4 mm. Milli 10 üstü mənfi 3'dür. 0,2'ni 10'a vursaq 2 eləyər. 2'dən 4 ixtisar gedər. Qalar kəsim məxrəcində 2. Olar 1 böl 2 vur 10 üstü mənfi 3. Bizdən cavabı kilonewtondan soruşduğu üçün olar 0,5 kilonewton böl metr. Cavab 0,5 kilonewton böl metr olar. H hündürlüyündən sərbəst düşən cisim yerdən 0,25 H hündürlükdə olanda potensial enerjisi 40 joula bərabər olmuşdur. Tam mexaniki enerjinin qiymətini hesablayın. Deməli, cismimiz hər hansı bir H hündürlüyündən sərbəst düşür. Bizə deyir 0,125 H hündürlükdə. Fərz eləyək bu hündürlükdə bunun hündürlüyü 0,125 H olmuşdur. Bu hündürlükdə potensial enerjisi 40 joula bərabər olmuşdur. Potensial enerji düsturu Y potensial bərabər mgh-dır. Bizə məsələnin şərtində 0,25 H verib. Demək 0,125 mgh bərabər 40 joula. Bizdən tam mexaniki enerjini soruşur və maksimal hündürlük H-dan göstərib. Deməli, biz elə mgh-ı tapsaq tam mexaniki enerjini verəcək. 0,125'i 4/1 şəklində yaza bilərik. 4/1 mgh bərabər 40-a, mgh bərabər 160 joule. Elə bizə bu tam mexaniki enerjini vermiş olur. Uyğunluğu müəyyən edin. Cisim sərbəst düşdükdə. Demək, cisim sərbəst düşdükdə sürətinin modulu, bir də kinetik enerjisi artır. Deməli, 1'ə uyğun olar A, D. Deməli, potensial enerjisi və yer səthindən olan hündürlüyü azalır. Deməli, B, Y buna uyğun olar. Tam mexaniki enerjisi dəyişməz. C buna uyğun olar. O 58-ci sualda deməli, situasiyaya baxaq. İlk öncə üfüqi səthi üzrə 0,5 metr böl saniyə sürətlə hərəkət edilən 6 kiloqramlıq metal kürə sükunətdəki 4 kiloqramlıq digər kürə ilə mütləq qeyri-elastiki toqquşaraq birlikdə hərəkət edir. Bu zaman hansı enerji çevrilməsi baş verir? Deməli, bu zaman demək kinetik enerjinin bir hissəsi daxili enerjiyə çevrilir. Digər şərt nədir? İmpulsun və mexaniki enerjinin saxlama qanunu ödənilirmi? Deməli, cavab olaraq belə qeyd edə bilərik ki, kinetik enerjinin bir hissəsi daxili enerjiyə çevrilmişdir. İmpulsun saxlanma qanunu ödənilir. Mexaniki enerjinin saxlanma qanunu ödənilmir. 59-cu sualda toqquşmadan sonra bu cisimlər hansı sürətlə hərəkət eləyər? Demək, toqquşmadan sonraki sürət M1 V1 böl M1 plus M2 düsturu ilə hesablaya bilərik. Sürət 0,5 6 plus 4. Bu eləyər 3 böl 10 da 0,3 metr böl saniyə olar. Növbəti sualda toqquşmadan sonra cisimlərin malik olduğu kinetik enerjini hesablayın. Demək, Y kinetik bərabər M V eşittir kvadrat bölü 2. Demək, 6 plus 4 vur 0,3'ün kvadratı böl 2. 10 vur 0,9 böl 2. Bu da 0,9 böl 2. Bu da 0,45 joule olar.
Son sualımızı da həll etmiş olduq. İnşallah sizlər üçün faydalı olar. Növbəti videolarda görüşənə qədər.